Bəlkə bu hekayəni hansısa sosial şəbəkələrdə və yaxud da videolarda görübsünüz, amma istəyirəm ki, bir də məndən dinləyəsiniz. Deməli, bir zavod olub, həmin zavodda 500-ə yaxın işçi olub. Artıq 3 ildir o zavodu idarə edən bir rəhbər bir müddətdən sonra əməkdaşların yanına gələrək çoxdan da eyni performansı göstərmirsiniz, mən xahiş edirəm ki, sizdən işinizi daha da səmərəli yanaşasınız deyə bir xitab edir. Üstündən bir həftə, 2 həftə keçəndən sonra əməkdaşların arasında belə bir söz söhbət gedir ki, o müdir onsuz da nə edir ki, heç bir şey eləmir, ancaq gəlir oturur otağında və otağında oturaraq ancaq əlini qoyur başının arxasına, kompüterdə 2-3 dənə nəsə hərəkət edir və ofisi tərk edir, çıxır gedir. Əl birliyi ilə əməkdaşlar rəhbəri işdən çıxardırlar. Çox narazılıqlar edirlər, haqqına da girirlər, haqqına girməklə yanaşı şərləyirlər. Bir çox şey edirlər əməkdaşlar o rəhbərə qarşı. Üzərindən bir müddət keçəndən sonra həmin rəhbərin yerinə başqa bir rəhbər təyin olunur. Artıq sistem işləyir, bəli sistem işləyir. Rəhbər də həmin sistemi idarə etmək üçün artıq bu şirkətdə çalışır. Bu rəhbəri də bəyənmirlər. Deyirlər ki, bundan əvvəlki rəhbər gəlsin, hansı ki şərlədikləri, haqlarına girdiyi rəhbəri tələb edirlər. Nəticə etibarilə bir müddətdən sonra həmin o rəhbər gəlir əməkdaşların qarşısına çıxıb deyir ki, məndən narazı olduğunuz məsələ əslində bu idi ki, mən güya ofisdə otururam, sizin işinizdə heç bir qatqım yoxdur, o cümlədən sizə heç bir təsir göstərmirəm. Amma əslində isə məsələ bu idi. Mən otağımdan sizin işlədiyiniz yerin avadanlıqlardan çıxan tüstülər görünürdü. Nə vaxt ki o tüstülər azalırdı, bilirdim ki, işləmirsiniz, işi qaynadırsınız. Sizin deyiminizlə desək, çöplədirsiniz. Mən düşürdüm aşağı, baxırdım, görürdüm ki, həqiqətən də işi çöplədirsiniz və sizə təsir edirdim. Deyirdim ki, daha yaxşı iş görmək lazımdır. Yox, nə vaxt görürdüm ki, həmin o borudan tüstü daha çox çıxır, iş gedir, mən sizin işinizə qarışmırdım. Çünki mən layiqincə sistem qurduğuma inanırdım. Əməkdaşlar bundan işləndən sonra üzülürlər və başa düşürlər ki, biz çox yaxşı, sistematik bir rəhbəri itirmişik. İndiki halda şirkətlərin ən yaralı yeri budur. Sistemsizlik. Doğru sistem, doğru sistemin quran adam, doğru sistemə qoyulan doğru insanlar həmişə uğurlu nəticələr verir. Bizim konsalting layihələrimizin də əsas məqsədi budur ki, doğru sistemlər yaradaq və doğru sistemlərə doğru insanlar yerləşdirək. Bununla bağlı ətraflı məlumat əldə etmək üçün Bakı Growth Akademinin səhifəsinə yaza bilərsiniz. Təşəkkür edirəm.